Hə, uşaqlar, bugün bizim ləzgi mətbəxdən bişirmişəm yemək, çkan adlanır. Biz iki tərkib eləmişik. Birinin içinə ətlə eləmişik, birinin içinə kartof ilə. Kartof, süd, qatıq, keşniş, yağ, duz istiyor. Və soğan. Və soğan. Amma mal əti ilə elədik. Bunun içinə biz çox süd zad vurmadıq. Sadəcə biraz kartof qatdıq ki, yığılmasın ortaya. Ət bərk olmasın. Ət bərk olmasın. Və salam bişirdik. Beşəng hazır. Belə. İndi kəsib baxarıq. Orijinal tərkibində bunun əslində belə olmalıdır. İndi kimsə nəsə istəsə, tərkibini dəyişə bilər. Kəsmiklə də eləyə bilər, göyərti ilə də eləyə bilər. Əslində göy soğanla qatıq qarışdıranda, yarpızla elə də vəbşə dəhşət bir şey alınır. Hə. İndi amma biz əslində həmişə olan standart qayda iki cür eləmişəm. Texnikası belə gəlir. Yəni ləzgi çıxan əslində indi bu ocaqda, xərəkdə bişirilməlidir. İndi biz bu peşdə bişirmişik, indi baxıram çox və bu gün mətbəximizdə dəyişiklik olsun deyə Raisa xanımdır, Günəş xanımdır, Ruslan hara getdi, Ruslan Royal. Yəni kollektiv olaraq biz tədbirdən gəlirdik, dedik gedirik mətbəxə. Ona görə də bu gün yığışdıq bura, paralel olaraq Raisa xanım hazırladı. Biz də onun yanında tələbələrimizlə bərabər daha da çox maariflənmiş olduq. Mən deyirəm axı, milli mətbəx, Azərbaycanın mətbəxi, Avropa, Asiya, hətta milli mətbəx, Azərbaycanın mətbəxi deyəndə başqa Azərbaycanın bütün bölgələrinin yeməkləri də hazırlanır. Ona görə də göz haqqınızı halal eləyin. Sizə xoş, bizə nuş. Sağ olun. İndi bunu kəsib biz bunların tərkibləri indi baxa bilərsiniz. Əslində bunu eləmək olar. Yumuşalıq ya. Hə, bunu tez keçməli idi. Mən görüm bələnçi keçə bilərəm. Kəssə daha yaxşı olar, rahat olar. Ha, keçdi mi? Mən oğlum keçdi. Baxın, belə içi qəşəng. Pambıq kimi, soçunu. Yəni, sən götür, mən götür. Belə. Bu ətli də kəsin, baxsınlar. Bunlar birinci çıxartmışıq deyə çox yumuşalıb. Ya mən onu kesim, icazə verir. Belə də kəsim ki, götürmək Kesəcəyəm. rahat olsun. Baxın, necə soçla belə olub. Belə. Spasiba. Bələnçinə. Bələnçinə. Buyurun, dadına baxa bilərsiniz. Qiymət verin. Bizim üçün bunu hazırlamaq xoş oldu. Tələbələrimizə nuş olsun. Siz də göz haqqınızı halal eləyin. Doğrama da özüm